Bugünkü səfərimiz bizi Asiyanın texnologiya və nizam nümunəsi olan Sinqapura aparır. Bəs bu kiçik ada dövləti necə oldu ki, dünyanın ən zəngin ölkələrindən birinə çevrildi? Sinqapurda saqqız çiynəmək niyə qadağandır? Gəlin birlikdə həm müasirliyinə, həm də qeyri-adi qaydalarına baxaq. Videonu sona qədər izləməyi unutmayın, çünki sizi çox maraqlı faktlar gözləyir. Sinqapur, Vatikan və Monako ilə birlikdə dünyanın azsaylı şəhər dövlətlərindən biridir. Bugün Asiyanın ən məşhur ölkələrindən biri olan Sinqapur, nizam intizamı, təmiz küçələri, maraqlı qaydaları və qeyri-adi qadağaları ilə ön plana çıxır. Əgər intizamlı və qaydalı bir ölkədə yaşamağı düşünürsünüzsə, yəqin ki, Sinqapurdan daha yaxşısını tapa bilmərsiniz. Təxminən 40-a yaxın adaya sahib olsa da, ölkə bir şəhər dövlətdir və paytaxtı da Sinqapur adlanır. Bura Cənub-Şərqi Asiyada yerləşən ən kiçik dövlətdir və sadəcə bir şəhərdən ibarətdir. Sinqapur tam olaraq şimalda, Malayziya, cənubda isə İndoneziya ilə qonşu olan kiçik bir Asiya ölkəsidir. Ümumi ərazisi cəmi 733 kvadrat kilometrdir. Dünya xəritəsinə uzaqdan baxdıqda bu ölkənin olub-olmaması belə hiss olunmur. Sinqapur iqtisadi baxımdan əsl firavan ölkədir. Burada müasir həyatla bağlı danışılacaq çox məsələ var, amma əvvəlcə bu torpaqların necə əldə edildiyinə və necə ölkəyə çevrildiyinə baxaq. Tarixi macərası ümumilikdə 11-ci əsrdən etibarən formalaşan Sinqapur o dövrlərdə Temasek kimi fərqli adlarla tanınırdı. Bir gün Malayziyalı bir şəhzadə bölgədə vəhşi və əzəmətli bir aslan gördüyündən bu adaya Malay dilində aslan mənasını verən Sinqa və şəhər mənasını verən Pura sözlərindən yaranan ad verilir. Yəni Sinqapur bu gün Asiya xalqları arasında aslan şəhəri kimi tanınır. Əsl müasir dövrü isə 1800-cü illərdə İngilislərin bölgədə liman qurması və ticarəti açması ilə başlayır. Təbii ki, İngilislər bir bölgəni səbəbsiz inkişaf etdirmirlər. Onlar bölgəni ticarət şəhərinə çevirərək Sinqapurun qazandığı bütün gəliri Hollandiya ilə bölüşürdülər. Yəni 1895-ci ilə qədər Sinqapur İngilislərin nəzarətində idi, lakin Cənub-Şərqi Asiya xalqları bölgənin Asiya xaricində bir toplum tərəfindən idarə olunmasını qəbul edə bilmədi və Malayziyanın başçılığı ilə Malaya adlı federasiya qurdular. Bu güc birliyi qarşısında İngilislər və Hollandlar həm Malayziya, həm də Sinqapur kimi yerlərdən çəkilməli oldular. Beləliklə, Sinqapur müstəqilliyi yolunda ilk təməllər atıldı. 9 avqust 1965-ci ildə isə Sinqapur tam müstəqil bir respublika olaraq ölkə statusunu qazandı. Sinqapur Ekvadora sadəcə 137 kilometr uzaqlıqdadır. Ekvador bölgələrinin əksəriyyətində olduğu kimi Sinqapur da muson yağışlarının təsiri altındadır. Əgər səfər etmək və yağışsız bir dövrə təsadüf etmək istəyirsinizsə, may-iyul aylarını seçə bilərsiniz. İl boyu isti olan bu ölkədə donvurma səviyyəsində soyuqlara rast gəlmirsiniz. Bu da qışda soyuqdan qaçmaq istəyən zəngin insanların Sinqapura axın etməsinə və turizmin canlı qalmasına səbəb olur. Belə ki, qışda hava təxminən 25 dərəcə olur, yayda isə 40 dərəcəyə dək yüksələ bilir. Bugün Sinqapur parlamentli demokratiya ilə idarə olunur. Prezident ümumi səsvermə ilə seçilir və ölkənin başçısı sayılır. Həmçinin qonşuluğundakı Malayziyanın avtoritar idarə üsulundan fərqli olaraq Sinqapurun məhkəmə və ədalət sistemi Asiyanın ən etibarlı hüquq sistemlərindən biri hesab olunur. Çünki İngilislər buranı ələ keçirəndə getmək fikirlərində deyildilər. Həm yerli resursları istismar edir, həm də burada yeni bir şəhər inşa edirdilər. Bunu edərkən Sinqapurda möhkəm təməllərə söykənən hüquq sistemi də qurulmuşdu. Bu sayədə əgər Sinqapur xalqı İngilislərə qarşı çıxsaydı, güclü bir hüquq sistemi əsasında mühakimə olunacaqdılar. O dövrlərdən bəri Sinqapur xalqı hüququn nə demək olduğunu öyrəndi və bu gün Asiyada məhz ən az korrupsiya olan ölkələr sırasındadır. Amma Sinqapur deyiləndə ağla daha fərqli şeylər də gəlir. Məsələn, ölkə qəribə və çoxsaylı qadağaları ilə diqqət çəkir. Bu səbəbdən Sinqapur bəlkə də uzun müddət yaşamaq istəməyəcəyiniz bir ölkə ola bilər və videonun əsas mövzusuna keçməzdən əvvəl bu qadağalardan da qısaca bəhs etmək istəyirəm.
Singapurda yerə zibil atmaq qəti şəkildə qadağandır. Bu qanunun yerinə yetirilməsinə son dərəcə ciddi yanaşılır. Dünyanın başqa bir yerində bu qaydanı pozsaz, çox vaxt sadəcə xəbərdarlıq alar və ətrafınızdakılardan tənqid eşidərsiniz. Amma Singapurda təmiz ətraf mühit siyasəti ciddi şəkildə tətbiq olunur. Əgər Singapurda istəmədən belə yerə zibil atsaz, etdiyiniz pozuntunun ağırlığından asılı olaraq minlərlə dollar cərimə yazılır. Buna görə də Singapurun küçələrində, parklarında və çimərliklərində yerə atılmış bir parça zibilə belə rast gəlmək mümkün deyil. Digər tərəfdən Singapurlular sidik sensorlu liftlər hazırlamaq ehtiyacı duyublar. Görünür ki, bəzi insanlar liftlərə sidik ifraz etməyə meyilli olublar ki, bu sensorlar sayəsində bunu edənlər dərhal müəyyən olunur və cəzalandırılır. Bundan əlavə, ölkəyə saqqız gətirmək və saqqız ticarəti aparmaq, eləcə də saqqız çiynəmək qətiyyən qadağandır. Onlar yerə atılmış saqqızların yapışaraq şəhərə zərər verdiyini düşünürlər. Bununla bağlı olaraq yerə tüpürmək də tamamilə qadağandır. Qadağan olunmuş maddələrdən istifadə etsəz, alacağınız cəza ölüm hökmünə qədər çata bilər. Singapurlular həmcinslər arasında cinsi münasibətə tamamilə dözümsüz yanaşırlar. Eyni cinslə münasibətdə olan birinə 2 il həbs cəzası verilir. Ölkədə pornoqrafik məzmunlu jurnalların satışı, bu tip saytlarda gəzinmək və ya çılpaq şəkildə gəzmək də ağır cəzalara səbəb ola bilər. Hətta gecə yarısından sonra duş qəbul etmək də qadağandır. Küçələrdə su xaricində başqa içki içmək, ictimai nəqliyyatda heç nə yemək olmaz. Singapurla bağlı bəlkə də ən qəribə tapacağınız həqiqət iki insanın bir-birinə sarılmasının qadağan olunmasıdır. Bu sizə bu da olar dedirilə bilər, amma gerçəkdir. Qarşınızdakı bir insanı qucaqlamaq, sarılmaq və ya qəfil öpmək sizi həbsə sala bilər. Bəs bütün bu qadağalar pozulanda necə tutulursunuz? Singapurda adi bir vətəndaş kimi cəmiyyətin içində dolaşan sivil müfəttişlər var. Bu müfəttişlər xalqı daim və hər an izləyir. Əhali qaydalara əməl etməzsə, bir pozuntu törədərsə, müfəttişlər dərhal müdaxilə edir və sizi tutur. Bu səbəbdən xalq arasında bir qorxu var və qadağalara tam uyğunluq təmin olunur. Singapurda öyrəşmədiyiniz daha bir məqam isə bərbərlərlə bağlıdır. Bu ölkədə saç kəstirmək üçün xidmətə görə yox, dəqiqəyə görə pul verirsiniz. Əgər bərbər saçınızı 10 dəqiqəyə kəssin və işini bitirsin istəyirsinizsə, daha az pul ödəyirsiniz. Yox, əgər deyirsinizsə ki, bərbər yarım saat saçımla məşğul olsun, gözəl kəsim etsin, bu halda daha çox pul verirsiniz. Saçınız nə qədər uzun olsa da, əgər 10 dəqiqəlik təraş alırsınızsa, bərbər bu işi 10 dəqiqəyə tamamlayır. Təbii ki, Singapurun bu cür qayda və qadağaları sizi ölkədən soyutmasın. Ölkə ilə bağlı kifayət qədər darıxdırıcı qadağalara toxunduqdan sonra xalqın yaşayışına biraz daha yaxından baxaq. Əvvəlcə onu qeyd edim ki, Singapur xalqı Singapur dollarından istifadə edir. 1 Singapur dolları təxminən 1 manat 31 qəpiyə bərabərdir. Ən kiçik əskinas isə 2 Singapur dollarıdır. Adam başına düşən gəlirə görə dünyanın ikinci ən varlı ölkəsi Singapurdur. 102.074 ABŞ dollarına bərabərdir. Bu ölkəyə daxil olan ümumi gəlirin əhalinin sayına bölünməsi deməkdir. Amma düşündüyünüz kimi deyil. Singapurda gəmiqayırmadan tutmuş elektronika və tekstilə qədər 5,5 milyonluq əhali arı kimi işləyir. Üstəlik ölkədəki vergi sistemi dünyaya nisbətən çox cəlbedici olduğuna görə xaricdə qazanan və pulunu Singapur banklarında etibarlı şəkildə saxlatdıran minlərlə varlı insan var. Ölkə tamamilə kapitalist sistem üzərində qurulub və ağlınıza gələ biləcək bütün böyük xarici markalar Singapura sərmayə qoyaraq müəssisələrini açıb. Bu sayədə Singapur dövləti xarici investorların ticarət fəaliyyəti sayəsində böyük inkişaf göstərib. Məsələn, Çindən çıxan bir yük gəmisi Avropaya ticarət malları aparmaq üçün Singapur limanlarından keçir və limana keçid haqqı ödəyir. Bunun üzərinə bir də turistləri əlavə etsəz, ortaya belə bir iqtisadi nəhəng çıxır. Yalnız kazino sektorundan belə ölkəyə milyardlarla dollar daxil olur. İşsizlik demək olar ki, yoxdur və xüsusilə Malaziyalılarla hindlilər kütləvi şəkildə Singapura axışırlar. Ölkə müəyyən bölgələrə ayrılıb. Bir bölgədə Little India adlanan hindlilərin yaşadığı ərazi olduğu kimi, başqa bir yerdə Chinatown və ya Ərəb məhəlləsi kimi fərqli millətlərin yerləşdiyi sahələri görə bilərsiniz. Hər nə qədər hindlilər deyiləndə ağla Hindistandakı Mumbai kimi gigiyenanın bərbad olduğu yerlər gəlsə də, buradakı Hind küçələrində gəzdikdə təmizliyin və dükanlardakı fəaliyyətin yüksək standartlarda olduğunu görmək mümkündür. Deməli, qadağalar həqiqətən də işləyir. Təbii ki, gəlirlər bu qədər yüksək olduğu üçün ölkəyə gələn insanlar qaydalara xüsusi diqqətlə riayət edirlər. Maaşlar yüksəkdir, amma demək olar ki, hər şeydə bir o qədər bahadır.
Bu səbəbdən Sinqapura işləməyə gələcəksinizsə, minimum xərclə çox yaxşı yığım edə bilərsiniz. Məsələn, standart bir işdə çalışan, mühasib kimi bir insan ayda orta hesabla 4-5 min ABŞ dolları qazanır. Ofisiantlar isə orta hesabla 2000 dollar maaş alırlar. Bir stomatoloq və mühəndisin maaşı isə 10 min dolları da keçə bilir. Ölkədəki rəsmi minimum əmək haqqı 1600 dollar olsa da, bu rəqəm daha çox simvolik xarakter daşıyır. Heç kim bu maaşa işləmək istəmir. Bundan əlavə 3-4 min dollardan az qazanan demək olar ki, heç kim yoxdur. İnsanlar çox qazandığı üçün evdə yemək bişirmək kimi bir mədəniyyət formalaşmayıb. Bu səbəbdən böyük supermarketlərə girsəz, tərəvəzlərin ədədlə və baha satıldığını görərsiniz. Çünki marketdən nəsə alıb evdə yemək hazırlayan yoxdur. Bu səbəbdən idxalçı şirkətlər bu tərəvəzləri ölkəyə çox az miqdarda gətirirlər. Bu da maya dəyərini artırır. Problem kirayələrlə bağlıdır. Sinqapurun istənilən nöqtəsi inkişaf etmiş olduğundan harda yaşamağınızdan asılı olmayaraq kirayələr sizə baha gələ bilər. Dövlətin inşa etdiyi çoxmərtəbəli 70-80 kvadrat metrlik binalarda kirayə 2000-2500 Sinqapur dolları arasındadır və daha lüks mənzillər isə 3000 dollardan aşağı deyil. Əgər əsas məqsədiniz pul qazanmaqdırsa, 2-3 nəfərlə ev tutmağınız və ya ucuz hostellərlə razılaşmağınız lazımdır. Bir də onu deyim ki, istər sosial fəaliyyət üçün, istərsə də restoranda yemək yemək üçün çox uzun növbələr gözləmək lazım gəlir. Sahə kiçik olduğuna görə 5,5 milyon insan demək olar ki, hər yerdə qarışqa kimi dolaşır. Sinqapur dövlətinin çox gözəl bir qanunu var. Siz sığortalı bir işdə çalışdığınız müddətdə dövlət maaşınızdan müəyyən faiz kəsir. Siz təqaüdə çıxdıqdan sonra isə istəyə uyğun olaraq sizə ya ev alır, ya da böyük bir kompensasiya verir. Sinqapur xalqı tək bir millət deyil, əslində Sinqapurlu kimi bir anlayış yoxdur. Sinqapur vətəndaşları Çinlilər, Hindlilər, Taylandlılar və Malayziyalıların qarışığından yaranan müxtəlif xalqların birləşməsidir. Xüsusilə əhalinin 75%-ni Çin mənşəli toplumlar təşkil edir. Ölkədə başlıca olaraq Çin və Malay dilləri ilə yanaşı ingilis dili də çox yayılıb. Hətta ingilis dili rəsmi ana dillərindən biri hesab olunur. Əhalinin əksəriyyəti Çin mənşəli olduğundan buddizm və Taoizm çox geniş yayılmış inanclardır. Malay mənşəlilər əsasən müsəlmandır, lakin inananların demək olar ki, yarısı buddistdir deyə bilərəm. Sinqapur dünyanın ən dəbdəbəli otellərinə, kazinolarına, çimərliklərinə və əyləncə mərkəzlərinə ev sahibliyi edir. Bəzi insanlar tərəfindən Asiyanın İsveçrəsi olaraq adlandırılır. Çünki Cənub-Şərqi Asiyanın yoxsul toplumlarından ayrılıb, əyləncə yönümlü müasir bir şəhər yaradıblar. Bu səbəbdən Sinqapur əsasən zəngin turistlərə xitab edir. Sinqapur eyni zamanda digər Asiya ölkələri ilə müqayisədə savadlılıq səviyyəsi yüksək olan bir ölkədir. Belə ki, 5,5 milyonluq əhalinin 95%-i oxuyub yaza bilir. Ölkədə 5 universitet var və gənc əhalinin yarıdan çoxu təhsilini universitetdə davam etdirir. Bundan başqa, ölkədə ömür uzunluğu da kifayət qədər yüksəkdir. Ümumi stres səviyyəsi aşağı olduğundan və yoxsulluq olmadığından insanlar rahat yaşayır. Bu səbəbdən ölkədə orta ömür müddəti 83 ildir və ora getdiyiniz zaman çox sayda yaşlı insanla qarşılaşa bilərsiniz. Bəs Azərbaycandan Sinqapura necə getmək olar? Xərclər, tələblər, yol xəritəsi necədir? Son olaraq buna nəzər salaq. Azərbaycan vətəndaşları üçün Sinqapura səyahət etmək həm maraqlı, həm də unudulmaz bir təcrübə ola bilər. Bu Asiya ölkəsi təmizliyi, təhlükəsizliyi və texnoloji inkişafı ilə seçilir. Azərbaycan vətəndaşları Sinqapura səyahət etməzdən əvvəl elektron viza almalıdırlar. Vizanı Sinqapurun Azərbaycandakı rəsmi nümayəndəliyi vasitəsilə və ya akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür. Hazırda Bakının birbaşa Sinqapura aviareysi yoxdur, adətən tranzitlərlə uçmaq mümkündür. Səyahət ümumilikdə 12-18 saat çəkə bilər. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək sağ olun.